Herkese salam, kanalıma ve videoma hoş geldiniz. Bugün sizlerle birlikte ne keçirik? Bugün sizlerle birlikte kesirlərin ixtisarını keçirik və mənə verilən dəstəklərdən və yorumlardan dolayı hamınıza çox təşəkkür edirəm. Çünki mən heç düşünməmişdim videomu tutmağını, ancaq tutduğu üçün çox sevincliyəm. Neyse, indi dərsimizə keçək. Deməli, biz keçdik ən birinci düzgün kəsirlərin və düzgün olmayan kəsirlərin çıxılması və neydi onun adı? Üstə gəlməsi. Toplanılması yəni. Sonra keçdik ki, kəsir və bölmə əməli. Yəni onu deyəndə məsələn 2-də 3, 2 bölünsün 3, o da bərabərdir 3-də 2. Buradayım bu arada. Deməli biz 10 keçdik, 2 dənə şey keçdik, hətta bir dənə şey. Və indi keçirik kəsirlərin ixtisarı və bu arada lövhənin açısını, kameranı falan dəyişdim. Yəni görüş açımızı dəyişdim. Lövhəni siz bu dəqiqə çox qəşəng bir şəkildə görürsünüz. Hətta ixtisar yazılır. İxtisar. İndi biz qaydaya baxaq. Qaydaya mən baxıram. Bir dəqiqə. Deməli, kəsirin surət və məxrəcin birdən fərqli ortaq bölənləri varsa, bu kəsir adi ixtisar etməklə, yaxud tam ixtisar etməklə deyir, ixtisar olunmayan kəsir şəklində yazmaq olar. Deməli, biz kəsirlərin ixtisarına baxırıq, ixtisar olunmayan kəsirlər və tam ixtisar olunan kəsirlər baxırıq. Deməli, indi mən yazım neçə? 8-də 12. Hətta mən sizə bir dənəsini başa salım. Gəlin başa salın. Bir dəqiqə. Bu ixtisar əslində. Bir dəqiqə. Ardıcıl ixtisar etməklə. Başa düşdük. Deməli, indi məsəl üçün, bir dəqiqə bunu belə qoyum. Məsəl üçün lütfən biraz bura alın. Məsəl üçün 34-də görürsünüz lütfəni. 34-də biraz aşağıdan yazdım ki, siz çətinlik çəkməyəsiniz. Görməyi oradan da görünür. Prosta daha rahat görməyimiz üçün də deyirəm. Deməli 34-də neçə baxım 34-də bir dəqiqə 36'da bağışlayın. Bu nümunəyə yazacağım. 36'da 24. İxtisar bölü 2 bərabərdir. 24'ün içində 2 dəfə var. 12 dəfə var. Yazıram 12. 36'nın içində 2 neçə dəfə var? 18 dəfə var. Yazıram 18. Deməli, buradan da bir dənə xətt çubuğu çəkirəm. Yəni, kəsir çubuğu. Deməli, nəsə oldu? 18'də 12. Bərabərdir. Deməli, 12'nin içində 2 neçə dəfə var? 6 dəfə. Yazıram 6. Sonra 18'in içində 2 neçə dəfə var? 9 dəfə. Yazıram 9. Deməli, neçə alındı? Baxın, 9'da 6. İxtisar olmayan kəsir keçirik. Yəni, ümumiyyətlə kəsirlərin ixtisarı keçirik. Və 3'də 2. 3'də 2'ni mən nəyə ixtisar eləyə bilərəm? Heç nəyə. Bir dəqiqə, bunu mən yazmadım, nəsə ixtisar elədiyimi bağışlayın. Yazmadan çıxdı. 3'ə bölürük, 6'ın 3'ə böləndə təbii ki 2. 9'u 3'ə böləndə də eləyir 3. Yəni 3'də 2. Siz də 3'də 2-də, hə. Siz də 3'də 2-ni mən şeyə bölə bilərəmmə? Bir rəqəmə, bir şeydə, yəni. Bölmək olmur, eləmə. Deməli, biz nə adlandırdıq bu kəsirə? Düzgün
olmayan kəsir adlandırdıq. İndi isə mən lövhəni silirəm, baxın. Təkrardan izahlayıram. Biz kəsiri düzgün olmayan, yəni ixtisar ola bilməyən kəsirə çevirmək üçün bizim bir aldırıcı kəsirimiz var. Bir də tam ixtisarımız var. Deməli, mən burada yenə son dəfə izahlayıram və sonra isə səhifə 40-dakı nömrə 6-nı işləyəcəyəm. Sonra isə keçəcək 41-ə və oradakı tapşırıqları işləyəcəyik. Deməli, baxın, 36-da 24. Mən bunlar hamısını nəyə bölə bilərəm? 2-yə böldüm, 24-ü 12 elədi. 36-ı 2-yə böldüm, 18 düşdü. 18-də 12-ni böldüm 2-yə. Düşdü 6. 6 yazdım. 18-i 2-yə böldüm. Düşdü 9. Sonra bir dəqiqə bu yazmamışam, bağışlayın. Sonra 6-nı böldüm nəyə? 3-ə. Elədi 2. 9-u böldüm 3-ə. Neçə elədi? 3 elədi. Deməli, biz belə yazırıq. Sizdə mən 3-ü 2-yə bölə bilərəmmi? 3-ü neçəyə bölə bilərəm? 1-dən başqa. İxtisarda 1 yoxdur. Yəni, ixtisarda 1 yoxdur. 0 da yoxdur. Sadəcə 0-dan 1-dən başqa o biri natural ədədlər var. O da qalıqsız bölünməlidir. Yəni, bölmə çox vaxt insanlar, uşaqlar çaşır, bölmə ilə ixtisarı. Onlar eyni şey deyil. Yəni, siz orada bölmürsünüz, ixtisar edirsiniz. Yəni, qalıqsız bölürsünüz. Yəni, əgər həmin ədəd ixtisar getmirsə, onda o deməkdir ki, qalıqlı bölünür. Başlayırsınız. Yəni, məsəl üçün, mən bu ədədi qalıqsız heç bir ədədə bölə bilmərəm birdən başqa. Əgər mən bunu bölə bilsəm, 1-ə bölsəm bunu, olacaq adi bölmədə, yəni ixtisar getmir. Bu da heç. Bu da 2-yə bölünür, yəni özünə bölünür. Biz bunları özünə bölə bilərik, ancaq ikisini də eyni şeyə deyil, bölmərik. Ona görə təəssüf hamısını özünə bölə bilərik. Bu 2 olsaydı və yaxud bu 3 olsaydı, onda onlardır. Yəni, o şey, bu son nöqtəsidir və bunu ilərlətmək olmur da. Deməli, keçdik. 6. Kəsri aldıcı yaxud tam ixtisar etməklə tam ixtisar etməklə deyil, ixtisar olmayan kəsr şəklində yazın. Bir dəqiqə, nömrə 6-ya keçmirəm, dostlar, baxın. 36-da 24. Əgər siz yəni belə biraz göstərişli formadır, yəni uzun formasıdır. Yəni bu adlanacaq, qabağından yazıram. İstəsəz dəftərinizə yaza bilərsiniz, yəni. Qabağından yazıram. Ardıcıl, ixtisar, Siz belə yazın və belə yazsaz beynimizə girər və hətta istəsəz riyaziyyat qayda dəftəri də tuta bilərsiniz. Necə deyim, riyaziyyat qayda dəftəri çox kömək eləyir. Yəni, məncə mütləq tutulmalı bir şey. Nəysə, indi tam ixtisar yazırıq. Baxın, indi mən həmin ədədə baxıram. Baxın, 36-da 24. Həmin ədəddə, yəni heç bir fərqimiz yoxdur həmin ədəddən. 36-da neçə? 36-da 24. Deyirsiniz, eyni ədədi yazsan da neyinirsən ki? Bəli, eyni ədədi yazıram. Amma ki, 24 neçəyə bölünür? 12-yə. Bəs 32 12-yə bölünür sizcə? Məncə bölünür. Bəli, doğrudan da bölünür. Ona görə yazıram 12. Bu da bərabərdir. Bir dəqiqə, bərabər burada niyə qoyuram? Bu da bərabərdir, dostlar. Bu da bərabər eləyir. Bir dəqiqə, bağışlayın. Kitabdan çıxdım. Bu da bərabər eləyir 3-də 2. Deməli, 24-ün içində 12 2 dəfə var. 36-ın içində 12 isə 3 dəfə var. Deməli, biz bunu başa düşürük. Deməli, bu da oldu tam kəsir. Tam ixtisar. Deməli, niyə? Çünki, dostlar, məsəl üçün, və ya belə də bölə bilərsiniz, və ya belə 26-da 24. Baxın, xət çəkdim. Baxın, diqqətlə baxın. 2, 3. Baxın. Üstəkində burada yazırsınız. Yəni, sərgəl görmək üçün. Yəni, tam oradan yazmalı deyilsiniz. Üstəkində sürətdə belə yazırsınız cavabı. Burada belə. Yəni, mən
xətt çəkirəm, ixtisara gedirəm. Nə ixtisar aparıram. Bu da bərabərdir həmçinin 3-də 2. Deməli, belə deyim də, hansı çətindir, hansı asandır? Yəni, məncə tam kəsir yolu ilk dəfə öyrənənlər üçün, yəni təzə dərsləri olanlar üçün tam ixtisar məncə daha asandır. İxtisar. Deməli, indi mən bu qaydanı pozmayacağam, belə göstərəm. Qaydanı pozmuram və siz bu qaydaya, mən qaydanı qoyacağım 5 dəqiqə, 5 saniyə ekranda qalsın. Skrin eləyə bilərsiniz. Sonra istəsəz dəftərinizə yazın, çünki önemli qaydalardır. Aha, indi skrin elədiksə, onda mən lövhəni silirəm və keçək nömrə 6. Çünki biz qaydanı bilirik. Eləmi? İndi nömrə 6-da neçə dənə misal yazacaq dostlar. Neçə dənə misal var? 3, 9, 8, 7. Yox, 8, 9. Böyle 9 dənə misal var. Mən 9 dənə misaldan təbii hamısını yazmayacağım. Həm sizin bilginiz üçün, həm də ki, vaxt video çox uzun olmasın deyə. Yəni, bunun əvvəlki videom zaten 29 dəqiqə olub. Ona görə çox da yəni vaxt xərcləmək istəmirəm. Deməli, indi bura baxın. Deməli, 12-də 8 misalları yazacağım. Hə, indi. Deməli, nə edirik? 12-də 8-in 12-də 8. Bunu hətta bilirsiniz neçə dənəsini eləyəcəm, hətta ixtisar. Bir dəqiqə. 18-də 6. İkisini tam ixtisar eləyəcəm. Baxın. Bunları tam ixtisar aparacağım. 2 dənə də yazıram. Onlar isə ardıcıl ixtisar aparacağım. 12, bir də 24-də 18-i ixtisarlayacaq. İxtisar aparacaq. Yəni, deməli, ilk misalımız 8-dir. Mən bunu bölmək istəyirəm. Yəni, ixtisarlamaq istəyirəm. Neçəyə? Tam eləyəcəm bunu. Ən birinci 13-ünü bölürük 6-ya. Neçə elədi? Elədi 2. Dəqiqə dostlar. Hə, 6 edir. Dəqiqə bağışlayın. Çünki 6. 8-in içində bir dəqiqə. 8-in içində 2, 2 dəfə. 8 dəfə. Deməli, bu da elədi 6-da 4. Baxın, görürsünüzmü? Deməli, bu tam ixtisarımıza getmir. Belə deyim də, tam ixtisar aparmaq üçün, yəni sizə ən asan, mən səhv demişəm, sizə ən asan məncə, mən qərarımı dəyişdirirəm. Çünki tam ixtisar eləmək necə deyim, burada bütün ədədləri nəzərə almalısınız. Bütün ədədləri yadımıza salmalısınız. Deməlisiniz, məsələn, mən bunu nəyə bölsəm, nəyə ixtisar aparsam, belə alınır cavabı. Bunların hamısını düşünmək, sonra isə yazmaq lazımdır tam ixtisarda. Onların hamısının cavabı eynidir. Yəni, belə deyim, əgər KSG yazırsınız və KSG-də düşür, ardıcıl tam ixtisar aparın. Ən birinci siz boş kağız alın və həmin boş kağızda ardıcıl ixtisar aparın. Və axırında nəyi bölmüşsünüzsə nəyə, həmin misalı açıqdır və yaxud qapalıdır, işarəliyib və yaxud həmin misalı yazın. Başlayırsınız. Əgər elə eləsək sizin üçün çox asan olacaq. Yəni tam ixtisar biraz çətindir, belə deyim. Amma ki sizin üçün biraz çətin ola bilər, amma asan şeydir. Yəni istəsəz öyrənə bilərsiniz. Onda ikisi də eyni şeydir olsun. Nəysə, çox uzatmadan devam eləyək. Deməli, mən 6 yazmışdım bura. Ay, səhv markeni yazıyorum deyim. 6 yazmışdım. Bura isə neçə yazmışdım? 4 yazmışdım.
Deməli, bura baxırıq. Deməli, sonra bunu da ixtisar aparıram. 6-nın içində, 4-ün içində 2 neçə dəfə var? 2 dəfə var. Yazıram. 6-nın içində 2, 3 dəfə var. Elədi 3-də 2. Deməli, biz, siz də 3-də 2 ixtisara gedə bilərik. Xeyr, deməli, bu bizə alındı. Nə? Ardıcıl. Və siz bilirsiniz necə yaza bilərsiniz. Bu belə yaza bilərsiniz ki, məsələn, düşünün və baxın, nəyə şeyləsəm, həmin qayda alınır falan filan. Deməli, məsələn, bunu 2, bunları 3-ə falan bölə bilərsiniz, düşər, yəni. 8-də düşmür. 2 bunu ardıcıl gedir də, yəni, belə deyim. Neyse, geçtik 18'də 6'ya. Hamısını ardıcıl eləyəcəm. Dostlar, tam çox asandır. Yəni, asandır deyəndə, yəni, mənə görə asandır. Tamı isə ayrı yazacağam. Yəni, mənə görə asandır, ancaq mənim bildiyim qədərilə bəzilərlə çətindir. Onun üçün, bulanıq görə ekran. Ona görə mən qərara gəldim ki, onları ayrı yazım. İndi 18'də 6'ya baxaq. Bir dəqiqə mən kitab qoşmuşam orada. Kənardan sönübdür. Qayıtdım yenə. İndi 18'də 6. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli 18 2'yə böləndə düşür 8. Yazıram 8. 6'nın içində 2, 3 dəfə var. Bu ixtisar gedirmi? Bir baxaq. 3 heç cür, dostlar, baxın. Heç cür ixtisar getmir. Və 8'in içində də 3 ixtisar getmir. Ancaq əgər bu 9 olsaydı gedərdi. Yəni o şey bu olacaq tam ixtisar. Yəni mən bunu apara bilmərəm. Bildinizmi? Ona görə bu olduğu kimi yerində qalır. Deməli, keçdik 12'də 16'ya. Deməli, 12'də 16, bu 7-ci misal yazıram mən. Dəqiqə. Baxın, Yox, düzgün yazmışam. 1, 2, 3, deməli, 1, 2, 3, 1, 2, baxın, deyəcəm. Deyirsən, burada tam deyil. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Ay, bir dəqiqə, dostlar, mən bağışlayın. Mən elə bilmişəm, bu 16 deyəm. Kitabda səhv, mən özüm yazmışam səhv. Neyse, onda burada yazıram 9. 9'u 3. Bu gedəcək 3'ə ixtisar. Qalacaq 3. 3 qalacaq, Bu da özünə ixtisar gedir, qalır 1. Deməli, biz bunu ixtisar eləyə bilmirik. Çünki 1'dir və biz 1'i dediyim kimi heç vaxt ixtisar edə bilmirik. Ona görə bərabərlik silirəm. Deməli, keçdik 16'ya. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, 16'nın içində 2. Nəsə dəfə var? 8 dəfə. Yazıram 8. 12'nin içində 2 nəsə dəfə var? 6 dəfə var. Yazıram 6. Deməli, bu da bərabərdir. 8'də 6'ya. Yazdım 8'də 6. 1, 2, 3, 4. 8'in içində 4. 8'in içində 2 nəsə dəfə var? 4 dəfə. Yazıram 4. 6'nın içində 2 nəsə dəfə var? 3 dəfə. Yazıram 3. Bərabərdir. İxtisar gedirmi? Xeyr. 3 getmir. Heç nəyə 3 ixtisar getmir. Ona görə bu bərabərliyi silirəm. Və bugün nömrə
neçə yazacaq? Nömrə bu gün 40-da diqqətə kimi mən yazmayacağam. Yox, bir dəqiqə. 6. İndi bunu da siz özünüz tapın. Neçədən misal yazdım? 3 sən. Deməli, mən bunu sildim. Geri qalanını siz özünüz işləyin ki, beyniniz açılsın və video sürəsi uzamasın deyə təbii ki, bir də elədim. Deməli, indi bura baxırıq. Deməli, indi baxırıq nömrəyə neçəyə 7-yə baxırıq deyəsən. Baxın. Bəli, 7-yə keçmişik. 7-də deyir ki, bölmə əməlini adi kəsirlə ifadə edin və alınan kəsir ixtisar edin. Əla bir tapşırıqdır. Bu çox beydə asacaq. Yəni, bizim beynimizə çox qəşəng işlədəcək. İlk öncəliklə misalın özünü yazmayacağım. Yox, yazım. Ya da yazmayacağım. 2-də 4. Baxın, 2-də 4, yəni 2 bölünsün 4. Bunu yazmayacağım. Yəni, o qədər də kitabımızda var. O qədər də lazım deyil. Deməli, indi biraz bura seçim lövhəni. Yenə lövhə problemləri. İndi çox şükür alındı. Deməli, indi baxaq bura. 2-də 4 neçədir? 2 bölünsün 4 daha doğrusu. Biz demişdik əvvəlki dərsimizdə 4, yəni bölən məxrəcə, bölünən isə sürətə düşmüş olur. Gəlin onu da yazaq. Yəni belə yazacaq da onda 4-də 2. O da bərabərdir. Deməli, biz deyir, bunu ixtisar edin. Yaxşı. Deməli, 4-ün içində 2. Neçə dəfə var? 2 dəfə var. 2-nin içində 2 neçə dəfə var? 1 dəfə var. 2-də 1. 2-də 1 ixtisar olurmu? Xeyr, ixtisar olur. Onun biri keçdi o birindən. 3-də 9. 3 bölü 9. 9-da 3 yəni. O da bərabərdir. 9-un içində 3. 3 dəfə, 3-ün içində 1 dəfə. Elədi 3-də 1. Keçdi o birinə. 4 bölü 8. Məsələdir 8-də 4. 8-də 4 bərabərdir. 8-in içində 4 neçə dəfə var? 2 dəfə var. 4-ün içində 2 neçə dəfə var? 2 dəfə var. Saçdım. 4-ün içində biləcək. Və bunu 4-ə böldüm. Onu biz bunu 4-ə bölməyəcəyik. Bu 4-dür. Deməli, 8-in içində 2, 4 dəfə var. 4-ün içində 4-ün içində 2, neçə dəfə var? 2 dəfə var. Deməli, 4-də 2. Bu tam, necə deyim, ardıcıl mı eləyərsiniz? Yəni, bu ardıcıl eləsəz, yaxşı. Bir dənə deyənim, ardıcıl eləyək bunu, yaxşı. 4-ün içində 2 neçə dəfə var? 4-ün içində 2. 4-ün içində 2 təbii ki 2 dəfə var. 2-nin içində 2 bir dəfə var. 2-də 1 elədi. Yəni belə deyim, davamı gətirsizsə belə yaza bilərsiniz. Yəni belə yazsa daha aydın olar müəllimə, belə qəşəng olar. Və 6-da 8. 8-də 6. Baxın, 8-də 6. Yəni 6 bölü 8, o da 8-də 6 yəni. Bərabərdir. Gəl bunları 2 eləyək, 2 ixtisar eləyək. 2-dən başqa olursa ixtisar olmur da yəni, deyəsən. Deyəsən deyəndə, olmur. 8-in içində 2 neçə dəfə var? 4 dəfə var. 6-ın içində 2 neçə dəfə var? 3 dəfə var. Neçə alındı? 4-də 3 alındı. Deməli, 3 varsa, mən avtomatik bilirəm ki, biz 3-ü ixtisar eləyə bilmirik, özüdən başqa. Başlayın. İndi bura baxaq. 12 bölü 16, yəni yazacağıq. 16-da 12.
O da bərabərdir. Bir dəqiqə, bərabəri gəlmə yazdım. O da bərabərdir. Biz bunu nəyə ixtisar apara bilərik sizcə? Təbii ki, apara bilərik 2-yə. Deməli, 16 içində 2 neçə dəfə var? 8 dəfə. Yazıram 8. 12-nin içində 2 neçə dəfə var? 6 dəfə var. Neçə alındı? Baxın, neçə alındı? 8-də 6. Deməli, biz bunu yandıra bilmirik. Yəni, ardıcıl ixtisar gəlir. Ona görə bu davamını yazırıq. Yazırıq ki, bərabərdir. 8-in içində 2 4 dəfə, 6-ın içində 2 3 dəfə. Neçə elədi? 8-də 4-də biraz səgəsi yazıram deyəsən. 8-də 3 elədi. Mən görəmişəm 3 varsa da mən buna baxmıram da, yəni ixtisar getmir. Və bir dənə daha yazacağım. Geri qalan 3-ünü siz yazın. 20-də 25. Dəqiqə. Deməli, bir dəqiqə gəldim. Bağışlayın. Bir dəqiqə. Hə, gəldim. Bir dəqiqə bağışlayın, çox bağışlayın, üzrlüsən. Gəldim. Deməli. İndi baxırıq bura. 20-də 25 var. Biz bunu nəyə bölə bilərik? Bir fikirləşək. 5 varsa mən avtomatik deyirəm 2-yə bölünmür. Bərabər yazıram. 5-ə bölmək olarmı? Məncə olar. Ona görə 20-nin içində 5 neçə dəfə var? 4 dəfə var. 25-in içində 5 neçə dəfə var? 5 dəfə. Deməli, bu da bərabərdir neçəyə? 4-də 5-ə. Bu düzgün olmayan kəsirdir. Nəysə. Bu üçü düzgün olmayan kəsirdir. Və belə də yəni. İndi son tapşırığımız, misalımız olan 8, nömrə 8. İndi bunları yazın. Yazdısa silirəm. İndi silirəm. Deməli, sildim. İndi bura baxın. Deməli, deyir ki, verilən ədədlərə nömrə 8, 41-də 8, 41-ci səhifə 8. Verilən ədədlərə bərabər bir neçə düzgün olmayan kəsir yazın. Verilən ədədlərə bərabər, yəni cavabı demək istəyir. Bir neçə düzgün olmayan kəsir yazın. Deməli, bir neçə düzgün olmayan kəsir yazın. Verilən ədədlərə bərabər bir neçə düzgün olmayan kəsir yazın. Yaxşı, onda biz nə o yaza bilərik? Bir dəqiqə. Bunu biz düzgün olmayan kəsirin surətinin məxrəcinə tam bölünərsə qismətdə natural ədəd alınır. Belə deyim. Eyni, mən bu qaydanı keçməmişəm. Ona görə deyirəm ki, biz bunu keçməmişik. Mən qaydanı görmədim burada. Deməli, məsəl üçün, qırmızı ilə yazıram. Məsəl üçün, 2-də 4 qaydanı yazıram bura.
Bir dəqiqə bunları yazıb olmazsa getməz. 2-də 4 məsəl üçün. Qaydanı yazıram ha. Diqqəti yazıram yəni. Yazım. 2'de 4. 2'de 4. 2'de 4 beraberdir. 4 bölünsün 2'ye. Bu da beraberdir 2'ye. Deməli biz burada görürük ki, çevirip bunu nəyə? 2'de 4'ü biz çevirip 4'te 2'ye. Yani biz bunu çevirirdik kəsrə, yani adi kəsrə və ya düzgün olmayan kəsrə axı. Bu da o çeviribdir. Bu da onu çeviribdir bölmə, yəni adi bölməməli. 2. Deməli, eyni natural ədədi müxtəlif məxrəcli düzgün olmayan kəsirlər şəklində də ifadə etmək olar. 2 beraberdir. 1 de 2. O da beraberdir. 2 de 4. O da beraberdir. 3 de 6. O da beraberdir. 4 de 8. Deməli, qaydanı təkrar oxuyuram başa düşməyiniz üçün. Deyir ki, eyni natural ədədi müxtəlif məxrəcli düzgün olmayan kəsirlər şəklində də ifadə etmək olar. Deyir, verilən ədədlərə bərabər bir neçə düzgün olmayan kəsir yaz. Deməli, gəlin yazaq. Deməli, belə deyim, diqqətdən sonra mən belə istəyirəm eləmək. Diqqəti biraz belə qavramağı çətin bir dərsdir. Diqqəti mən sabah qısa bir video halında atacağım diqqəti. Diqqət asandır, amma diqqəti mən qısa bir video şeklinde atacağım videonu. Siz ise videoya bakarsınız. Çünkü biraz bakır salmalı şeydir. Ben videonun çok uzun olmanı istemiyorum. Ona göre videonu sonlandırıram. Eğer videomu beğendiyse like atıp abone olmayı unutmayın. Like atıp abone olmayı unutmayın. Diğer derslerimizde görüşmek üzere.